Salam dostlar. Bu gün sizə ikinci videonu çəkirəm. Kanalımızın ikinci videosu kosmos səhmləri ilə bağlı olacaq. Raket səhmləri ilə bağlı olacaq. Burada qısa özet verəcəm sizə. Çünki videoda çox məqam var. Toxunmalı. Ona görə biraz uzun ola bilər. İlk öncə kosmosa niyə investisiya edim? SpaceX IPO-su yaxınlaşır. Yəni birjaya çıxacaq bu səhim 12 iyunda. Bu bazarın riskləri və fürsətləri haqqında məlumat verəcəm. Videoda başlamadan öncə bunları qeyd edim. Bu videoda qeyd olunan məlumatlar sadəcə öz fikirlərim, investisiya analizlərim və proqnozlarımdır. Birbaşa investisiya tövsiyəsi deyil. Hər kəs investisiya seçimindən birbaşa öz məsuliyyət daşır. Bunu hər videoda qeyd edirəm ki, hər hansı bir videonu izləyən şəxs mənim tövsiyələrimdən, yəni proqnozlarımdan, fikirlərimdən birbaşa investisiya etməsin. Çünki investisiya subyektiv bir qərardır. O sizin seçiminizdən asılı və son qərarı özünüz verirsiniz. Bütün investisiya imkanları, investisiya alətləri, bunlar hamısı risklidir. Risksiz, yəni qazanc mümkün deyil. Onun üçün son qərarı insan özü verməlidir. Bir də zəhmət olmasa video başlamadan öncə kanala abunə olub bəyənin dostlar. Bu mənim üçün gələcəkdə böyük motivasiya verir ki, yeni videolar çəkmək üçün. Başlayaq, çünki mövzu böyükdür. Biraz da geniş izahlar vermək istəyirəm. Qısa izah verirəm öncə. Giriş, deməli, niyə hamı kosmosa investisiya edir? 2000-ci illərdə kosmosa əsasən dövlət proqramı idi. NASA, hərbi peşlər, elmi missiyalar var idi. Amma indi kosmos, internet, müdafiə, süni intellekt, GPS, iqlim izləmə, raket logistikası, Ay və Mars iqtisadiyyatı kimi sahələr çevrilir və özəl şirkətlər burada üstünlük təşkil edir. Əsas dəyişikliklər nədir? Əvvəllər kosmosa çıxmaq çox bahalı idi. İndi isə SpaceX-in yenidən istifadə edilə bilən raket modelləri ilə buraxılış qiymətləri, yəni launch qiymətlərini ciddi aşağı saldı. Misal, əvvəllər 1 kiloqram yükü orbitə çıxarmaq 20.000 dollara başa gəlirdisə, indi isə bəzi hallarda 2.000 dollar və ya daha aşağı olur. Bu isə yeni bazar yaradır. Bazarı daha da böyüdür. İkinci, hazırki kosmos bazarının əsas segmentləri hansılardır? Əsas launchdır, yəni buraxılış şirkətləridir. Bunlar fırlatma şirkətləridir, raket daşıma şirkətləri daha doğrusu. Bunlar kosmosun yük maşınlarıdır. Əsas şirkətlər burada bir neçəsi var, onlar da haqqında da qısa məlumat veriləcək. SpaceX-dir, Rocket Lab-dir. Bunların raket yəni işində artıq peşəkardırlar bu şirkət. SpaceX haqqında qısa məlumat verirəm. SpaceX dünyanın ən məşhur kosmik şirkətidir. 2002-ci ildə Elon Musk tərəfindən qurulub və əsas məqsədi kosmik uçuşların ucuzlaşdırmaq, Mars koloniyası qurmaq, qlobal peyk və internet sistemi yaratmaqdır. Hazırda SpaceX dünyanın ən dominant launch şirkətidir. Starlink ilə ən böyük peyk internet şəbəkəsinə sahibdir. ABŞ hökuməti və NASA üçün strateji şirkət hesab olunur. Yəni bu birbaşa dövlətlərlə işlədiyi üçün səhim gələcəyi əslində yəni daha da yüksələ bilər, böyüyə bilər. Bazarda da birinci yerdə qalacaq. SpaceX-in əsas biznesləri nələrdir? Əsas pul gətirən hərəkət verici qüvvəsi nədir bunun üçün SpaceX-in? Falcon 9 raketidir əlbəttə ki. Şirkətin əsas gəlir mənbələrindən biridir. Falcon 9 raketi təkrar istifadə edilə bilir. Launch xərclərini çox azaldıb. Bazarın böyük hissəsini ələ keçirib. SpaceX artıq NASA, ABŞ ordusu, kommersiya peyk şirkətləri üçün əsas launch provideridir. Bəli. Çünki NASA özü çıxdı bu işdən. Çıxır deyəndə ki, özü araşdırmalarda daha çox vaxt ayırır da. Amma qalan daşıma işlərini artıq özəl şirkət yerinə yetirdiyə dövlət xərclərini azaldır. Özəl şirkətdə digər özəl şirkətlərdən dəstək alır, plus bazara da çıxardır deyə səhmlərini, oradan da maliyyə dəstəyi yığır və bu işlərə görə. Bu da dövlətin xərcini azaldır. Ona görə NASA SpaceX-i dəstəkləyir. Starlink, bu NASA SpaceX-in daxilində olan ikinci bir Elon Musk'ın şirkətidir. Starlink ən böyük gələcəyə gəlir maşınıdır, yəni SpaceX-in. Starlink hazırda minlərlə peyçdən ibarət internet şəbəkəsidir. Starlink kənd yerlərinə internet verir, təyyarələrə internet xidməti göstərir, hərbi və dəniz istifadəsinə xidmət edir. Burada həm də qeyd etmişəm SpaceX-in daxilində Starlink ayrıca şirkət olaraq. Bunlardan da geniş məlumat verəcəm. Özünüz də saytına daxil olub baxa bilərsiniz. Azərbaycanda da internet şəbəkəsi təmin edir. Aparatını alıb qoşsanız hər yerdən internet çəkir. Qayıdaq biz məqaləmizə. Deməli, çünki gələcəkdə SpaceX-in əsas dəyəri raket yox, Starlink ola bilər.
Yəni bu düşünürlər də. Çünki Starlink davamlı subscriber, yəni follow-la, abunə sayı ilə daha çox gəlir əldə edəcək də. Bu davamiyyətli olacaq. Çünki recurring subscription gəliri yaradır, bəli. Üçüncü yerdə Starship raketidir. SpaceX-in gələcək mega layihəsidir. Məqsədi Mars missiyasıdır, Ay bazasıdır. Ultra ağır yük daşınmasıdır, kosmosda yanacaq doldurma, gələcək kosmik səyahət. Əgər Starship tam uğurlu olsa, kosmos sənayesi tam dəyişə bilər. Bəli. SpaceX niyə bu qədər önəmlidir? Əsas məsələyə gəlir. Kosmos sənayesini dəyişdi. Yəni Tesla-nı necə çıxardı, Elon Musk dəyişdi maşın, avtomobil sahəsini, elektrikli maşınları gətirdi, ucuzlaşdırdı maşını. Bu da onun kimi. SpaceX-dən əvvəl launch çox baha idi. Yəni buraxılış, fırlatma çox baha idi raketləri. Raketlər bir dəfəlik idi. Gedirlər kosmosa, sonra qayıtmırdılar. Çox böyük xərc tələb edirdi. SpaceX yenidən istifadə olunan raketləri razı raket modeli ilə launch qiymətlərini dramatik azaltdı, rəqibləri geridə qoydu. Bir çox yenilik etdi. Maliyyə və valuation. SpaceX privat şirkətdir. Yəni birbaşa birjada yoxdur. İndilik yoxdur. İyun ayında IPO-ya çıxacaq. Amma secondary market və IPO xəbərlərinə görə valuation artıq başlayacaq. 800 milyarddan 1.5 trilyon dollar aralığında kapitalizasiya olacağı danışılır. Bəzi son xəbərlərdə 2026-cı il IPO planları 1.5 ilə 2 trilyon valuation hədəfləri müzakirə olunur. SpaceX IPO niyə tarixi ola bilər? Əgər IPO baş tutsa, tarixdə ən böyük IPO ola bilər, yəni bazara çıxış ola bilər. Saudi Aramco rekordunu keçə bilər. Bütün kosmik sektor yenidən qiymətləndirilə bilər. Bu səbəbdən Rocket Lab, Lunar, yəni intuitiv maşındır bu şirkətdə. STS Mobile kimi səhənlər də hype yaşayır. STS Mobile daha çox Starlink-ə yaxındır. Page interneti verir havadan. Rocket Lab hazırda ən məşhur kosmik şirkət səhənlərindən biridir. Yəni SpaceX-dən sonra ikinci Rocket Lab-dır. Şirkət kiçik raket launchları, page istehsalı, müdafiə sistemləri və gələcəkdə SpaceX-ə rəqib ola biləcək Neutron raketi üzərində işləyir. Bir çox investor Rocket Lab-ı SpaceX-in public versiyası kimi görür. Rocket Lab nə iş görür? Birinci elektron raketi, əsas gəlir mənbəyi, şirkətin hazırda işləyən raketidir elektron raketi. Bu raket kiçik peyçləri orbitə çıxarır, tez-tez launch edə bilir. Artıq kommersiya baxımından özünü sübut edib. Həm də elektron raketi yarı yenidən istifadə oluna bilən raketdir. Tam da yox, SpaceX-in Falcon 9 raketi kimi. Bir hissəsi yenidən istifadə oluna bilər. 2025-ci ildə 21 uğurlu buraxılış edib, launch edib. Rocket Lab-ın xüsusiyyəti nədir? Ən vaciblər Rocket Lab sadəcə launch şirkəti deyil. Şirkət page istehsal edir, solar panel, space optiklər istehsal edir, satellite komponentləri istehsal edir, yəni page komponentləri, defans sistemləri istehsal edir, hypersonic test platformu kimi sahələrdə də işləyir. Yəni full space ekosistem qurmağa çalışır. Yəni ekosistemi qurdunsa o birbaşa sən orada söz sahibi olursun da. Məsələn Nvidia öz ekosistemini qurur. Məsələn Tesla-nın özü də. Bu da onun kimi. Bu səbəbdən investorlar onu sadəcə raket şirkəti yox, Vertical Integrated Aerospace Company kimi qiymətləndirirlər. Neutron raketi. Bu da Rocket Lab-ın ikinci raketidir. Neutron raketi əsas böyük katalizator olacaq. Rocket Lab üçün ən vacib hadisə. Neutron raketinin nə üstünlükləri var? Bu raket Falcon 9 tipli medium lift olacaq. Orta səviyyəni daha çox yük daşıya biləcək. Daha böyük yük daşıyacaq. SpaceX bazarına girməyə çalışacaq. Əgər Neutron raketi uğurlu olsa, şirkətin revenue'su partlaya bilər. Yəni gəlirləri çox arta bilər. Valuation-dan başqa səviyyəyə keçə bilər. Hazırda ilk launch üçün hədəf 2026 əvvəli və yaxud da 4-cü rübündə ola bilər. Yəni biraz qabağa atdılar. Yəqin problemlər çıxıb. Maliyyə vəziyyəti necədir Rocket Lab-ın? Rocket Lab son illərdə çox sürətli böyüyür. Əsas rəqəmlər birinci rübündə 2026-ın birinci rübündə təxminən 200 milyon dollar gəlir əldə elədi. Backlog, yəni alınmış sifarişlər, gözləyən işlər isə 2.2 milyard dollardır. 2.2 milyard dollar olub. Revenue grow. Yəni revenue-nun böyümə sürəti, böyüməsi 63% olub ildən ilə. 2025-ci ildə tam illik gəlir 602 milyon dollar olub. 2026-da bunu keçəcəkdir, çünki birinci rübündə 200 milyon dollar qazanıb. Deməli, burada sonra Blue Origin, Virgin Galactic, Lunar kimi şirkətlərə göstərmək olar. Blue Origin Jeff Bezos'un, Amazon qurucusu Jeff Bezos'un şirkətidir. Virgin Galactic daha çox turizm
yönlüdür kosmos turizmi. Lunar bu Rocket Lab-ə yaxındır. Intuitive maşınla gedir bunun adı. İndi onun haqqında qısa məlumat verirəm. Əsas yəni oyunçular haqqında məlumat verirəm. Intuitive maşın ABŞ kosmik texnologiya şirkətidir və fəaliyyəti ay missiyaları, Lunar Lander, Aya eniş aparatları, kosmos rabitəsi, NASA üçün infrastruktur qurmaqdır. Şirkət xüsusilə NASA'nın Artemis proqramı və ay bazası planları ilə ön plana çıxır. Burada Lunar'ı da qeyd edək. Deməli, bircə dəqiqə. Dəqiqə. Bəli. Ay bazası planları ilə ön plana çıxıb. Lunar niyə məşhurdur? 2024-cü ildə şirkət Odysseus adlı aparatla ay səthinə uğurlu eniş edən ilk özəl ABŞ şirkətlərindən biri oldu. Bu hadisə səhmi çox məşhurlaşdırdı və Space Stock investorlarının diqqətini çəkdi. Şirkətin əsas biznes sahələri nədir? Ay missiyaları birinci yerdə. NASA üçün ay səthinə yük daşıyır, robot və rover çatdırır, elmi avadanlıq yerləşdirir. İkinci, Lunar rabitə şəbəkəsidir. Şirkət gələcəkdə ay üçün internet rabitə sistemi, data relay şəbəkəsi, Lunar GPS tipli sistem qurmağa çalışır. Bu hissə investorların ən çox böyümə gözlədiyi sahədir. Üçüncü olaraq müdafiə və peyk sistemləri. 2026-cı ildə etdiyi satışlardan sonra hərbi peyk layihələri, ABŞ Space Force kontraktları, milli təhlükəsizlik layihələri kimi sahələrə də girib. Fərqləri, deməli biz SpaceX-in haqqında məlumat verdik, Rocket Lab haqqında məlumat verdik. Bunlar başqa raket şirkətlərindən və SpaceX-dən olan şəkillərdir. Deməli SpaceX haqqında məlumat verir ki, bazarın aparıcı oyunçusudur. Qiyməti hələ bazara çıxmayıb. Hardasa $850 yuxarı olacağı bildirilir. Rocket Lab-ın qiyməti isə mən axırıncı dəfə baxanda $153 idi. Sonra biraz aşağı düşdü. $140 civarındadır hal-hazırda. Deməli, sonra aşağıda məlumat verək. Starlink haqqında sizə məlumat. Starlink niyə vacibdir? Onun haqqında məlumat vereyim. Starlink SpaceX artıq sadəcə raket şirkəti deyil, qlobal internet provideri kimi çıxış edir. Bu da Starlinkə görədir. Bu Starlink ayrıca IPO-su olsa, həm bazarda milyon dollarlıq, trilyon dollarlıq şirkət ola bilər. Bunun Starlink'in əsas üstünlüyü dedim sizə, məsəl üçün 10 mindən çox peyki var yer ətrafında. Bunlar da havadan yer səthinə internet təmin edirlər fasiləsiz. Və abunə sayda hər gündən artır, gəliri artır. Bu əsas katalizator ola bilər SpaceX-in və digər Elon Musk'ın şirkətləri üçün gəlir qaynağıdır. Öz yeni fikirlərini reallaşdırmaq üçün. Bundan sonra onun əsas rəqibləri Amazon'un Leo, yəni köhnə adı ilə Amazon Project Cooper şirkəti olacaq. Bu hələ inkişaf astanasındadır da, bu gəlirli şirkət deyil hal-hazırda. Sonra rəqibləri arasında Asteas Mobile var. Asteas Space Mobile eyni Starlink kimi fəaliyyət göstərir. O da havadan internet. Onun amma bir çox digər investorları kömək olur bu sahədə. Yəni birbaşa SpaceX-ə bir şirkətə bağlı deyil. Ona məsələn TNT Mobile olsun, Verizon olsun. Bunlar Amerikanın iri rabitə şəbəkələri, kommunikasiya şirkətləri kömək eləyir. Daha çox yatırım investing edirlər onun səhmlərinə. Sonra Iridium Communication var. Bu da eyni sahədə fəaliyyət göstərir. Bunların səhmləri hal-hazırda aşağı yəni qiymətədir. Aşağı gəliri əslində azdır. Gəlirinə görə qiyməti çoxdur. Şişmiş qiymətdir. Sadəcə gələcəyinə görə buna investisiya edib qiymətini qaldırırlar və əgər həqiqətən də uğurlu başlasa bu işə, bu səhmlər $500 qədər qalxa bilər. Hal-hazırda Asteas Mobile $80-90 arasında alqı-satqı edilir. Iridium Communication-da çox $100-dan aşağı olmalıdır. Buna baxacağım. Asteas Mobile birbaşa telefon peyk internet verməyə çalışır. Əgər uğurlu olsa mobil operator modelini dəyişə bilər. Bəli. Amma riskləri çoxdur. Hələ tam sübut olunmuş biznes deyil. Yəni biz yuxarıda 3 sual vermişdik. Bir dənə tez bunları bitirim, sonra o sualları geniş izah edeyim, saytlarını bir yerdə göstərim.
Deməli, müdafiə və kosmosun birləşməsi. ABŞ üçün kosmos artıq sadəcə elm deyil, milli təhlükəsizlik məsələdir. Çünki Çin çox inkişaf edib. Çin, yəni süni intellektdə, robot texnikasında, raket texnikasında, hərbidə çox sürətlə inkişaf edir və Çinə rəqib olmaq üçün Azərbaycan Amerikada, üzr istəyirəm, Amerikada bu işdə çox inkişaf etməlidir. Azərbaycan yəni bu elmi işlərdən çox uzaqdır hələ. Deməli, burada böyük oyunçular. Yəni buradan Lockheed Martin, Northrop Graham, RTX-lar, Harris Technologies bunlar köhnə oyunçulardır müdafiə sənayesində, raket sənayesində, motor sənayesində. Daha çox hərbi sahələrdədir bunlar, texnologiya istehsal edirlər. Bunlar hərbi, peyk, missile defense, space sensor, süni intellekt, warfare kimi sahələrdə sistemlər qururlar. Bu şirkətlər stabil şirkətlərdir. Yəni gəlirləri stabildir, qiymətləri bahadır. Əgər sən bu şirkətləri investisiya etsən, bunlar sənə 3 aydan bir dividend ödəyəcəklər. Qiymətləri çox zaman sabit qalır, yəni çox qalxıb enmirlər. Amma sənin yəni öz pulu gəlirini bir neçə qat artıra bilməyəcəklər də. Sən əgər uzun müddətli, orta müddətli fikirləşsənsə, yəni tez pulu qaldırsın. Ya da alasan məsəl üçün bir 5-6 il sonra görəsən. Bunlar onu görə bilməz. Əgər güclü bir yenilik olmasa, çünki bunların qiyməti çox böyükdür. Ya da ki, bunlar bölünəcəklər, tərs bölünmə eləyəcəklər. Hə, bu qiymətləri aşağı düşəcək. Məsələn, 500 dollardan 50 dollara düşəcək. Hə, onda alıb məsəl üçün 2 qat 100 dollara qalxa bilər. Amma yenilikləri yoxdursa, yeni şirkətlər tapmaq daha yaxşıdır. Dividend bəli, gördünüz, dividend ödəyir, dövlət kontraktları olan nəhəngçilərdir bunlar. Rocket Lab kimi şirkət growth hissəsidir, yəni böyüyür, yenidir, təzə inkişaf eləyir. Amma Lockheed Martin kimi şirkət stabil cash flow var sadəcə. Rocket Lab-ın o boyda cash flow yoxdur, cash flow. Amma gözlənən sifarişləri çoxdur. Yəni bu da gələcəkdə onun böyüməsinin işarəsidir. Deməli, gəlirli və gəlirsiz şirkət fərqi. Bu hissə investor baxışı üçün vacibdir. Gəlirli şirkətlər bunlardır da, LTX, Lockheed Martin, üstünlükləri stabil qazanc, aşağı risk, dividend, dövlət dəstəyi. Mənfi tərəfi isə 10x büyümə yoxdur. Çünki Rocket Lab-ı mən alanda investisiya edəndə, Rocket Lab Lunar Intuitive maşını investisiya edəndə 5-6 dollardan investisiya etmişdim. Lunar 45-50 dollara qədər qalxdı. Bu da hardasa 10x eləyir. Rocket Lab isə 5 dollardan qalxdı 150 dollara. Burada hardasa 30x eləyir. Bu sən bu göstərdiyim köhnə şirkətlərdən bunlar köhnə şirkətlərdən bu böyüməni görə bilməzsən, səhm böyüməsini. Onun üçün yeni səhmlər və gələcək parlaq səhmlər tapmaq lazımdır. Bu çox risklidir, amma gəliri də yüksəkdir. Gəlirsiz, amma yüksək potensiallı Rocket Lab, Astes Mobile bunlar bəli, bazarı partlada bilərlər, böyük growth potensialları var, pul yandırırlar, çox xərcləri çoxdur, əlavə kapital rais edə bilərlər. Yəni əlavə kapital rais etmək üçün də öz səhmlərini satırlar. Bu da səhmin qiymətini düşürür. Qısa vadədə, yəni qısa müddətdə səni investora çox pis təsir edir, satmaq istəyir. İflas riski də var, bəli. SpaceX ipostu niyə bütün sektoru qaldıra bilər? Ən maraqlı hissə budur ki, SpaceX ipostu retail investorlar kosmik sektora axacaq bundan sonra. Valuationlar yüksələ bilər, digər kosmik şirkətlərin də pul girə bilər. Yenə də amma risk yüksələr də belə olduqda. Bu süni intellekt sektorunda Nvidia yüksələndə digər AI şirkətlərinin, artificial intelligence şirkətlərinin qalxmasına da bənzəyir. Xüsusilə faydalana biləcək şirkətlər hansılardır SpaceX-dən? Birbaşa Rocket Lab. Çünki Rocket Lab-ın işləyən raketi var. Ona görə Rocket Lab-ın üstündə dururam. Asteas Mobile. Niyə bu da əsas təsir olunacaq səhmdir? Burada çünki SpaceX-in içində Starlink var. Starlink də birbaşa Asteas Mobile-dən rəqibdir. Bəli, bir də Planet Labs var. Planet Labs haqqında məlumat vermədim. O da balaca şirkətdir. Çox keçən ildən bu ilə 4-5x elədi. Yəni çox qalxdı. Çünki investorlar space ekonomi tem almağa başlayır. Yəni space ekonomini, yəni kosmik iqtisadiyyatı əsas sahə götürməyə başlayırlar. Planet Labs haqqında da məlumat veriləcək. Elə onun saytına da girək. Yəni bunların səhmləri aşağıdır. İnvestisiya etməyə hələ ki yaxşı səviyyədədirlər. Amma digər səhmlər çox şişiblər. Çox güman ki Nvidia deyirəm, SpaceX də çox böyük dəyərləmə ilə başlayacaq. Həmin vaxt onu almaq ağıllı fikir deyil. Hansı investorlar hansı tip səhmə baxa bilər? Bunu bayaq sizə izah elədim. Risk verməyənlər köhnə səhmlərə, yəni dividend verən Lockheed Martin, RTX bunların gəlirləri var. Səbəb stabil gəlirdir, dividenddir. Geopolitik risk artdıqca demand artır. Yəni bunlar hərbi şirkətlərdir.
Risk artanda bunların gəliri də artır əslində. Naborot düşmür. Orta riskli Rocket Lab-dir. Real gəliri var, launch edir, government kontraktları artır, vertical integration edir. Və SpaceX-ə ən yaxın public şirkətdir. Yüksək riskli şirkətlər STS Mobile ilə Planet Labs-dır. Bunların da texnologiyası işləyərsə çox böyük ola bilər. Yəni bu jackpot kimi bir şey. Əgər işləməzsə də ciddi düşüşlər ola bilər. Baxır hardan almağa səhmidir. Deməli, burada internet 1990-larda necə yeni iqtisadiyyat yaratdısa, bunu söz kimi qeyd etmişəm. Kosmosda 2030-larda yeni iqtisadiyyat yarada bilər. Bu kosmos iqtisadiyyatı. Sual budur, bu yarışın Amazonu və Nvidia-sı hansı şirkətlər olacaq? Bu yarışın Amazonu, Nvidia-sı bilirsiniz elə bir şeyə gəlir çıxır ki, məsələn Nvidia birdən-birə çıxdı, amma çox dalına düşən oldu da. İndi yanında yavaş-yavaş Nvidia alternativlər də çıxır. Texnologiya elə sürətlə inkişaf edir ki, bunu demək olmur. Məsəl üçün, bunun Nvidia-sı ancaq bu olacaq, məsəl üçün, gələcəkdə. Onu bilmirsən, gələcək 5 ildə ola bilər. Gələcək 10 ildə başqası gəlib onu keçə bilər. Yəni, texnologiya şirkətləri elədir ki, sən bunu alıb, yəni o söhbət getdi. Mən aldım, unuduram səhmi. O mifdir ki, qaldı keçmişdə. O şeyin Berkshire Hathaway-in qurucusu var, Warren Buffett. O köhnə adamda, məsələn, köhnə investordur o. 50-ci illərdən, 40-cı illərdən investing edir. Hə, o alıb onu unuda bilərdi. Amma texnoloji dövrdə elə bir yenilik çıxır ki, gəlir köhnə şirkəti vurur. Məsələn, kiber təhlükəsizlikdə nə qədər şirkətlər, Salesforce hamısı düşdülər. Çünki adi süni intellekt bir dənə aparat və yaxud bir yazılım, bir proqram kiber təhlükəsizlik funksiyasını yerinə yetirə bilir. Deməli, burada Falcon 9 launch var, Starlink Satellite xəritəsi, Rocket Lab elektron roketi, əsasən bunlar. Elektron roketi olsa güclü yüksələcək Rocket Lab. Starlink'in əgər Starlink'də daha geniş təsdiq tapsa, gəlirini artırsa daha yüksələcək onun qiyməti SpaceX-in. Falcon 9 raketi də bu SpaceX üçün əsas gəlir qaynağıdır. ABŞ Space Force görüntüləri, Patch Internet Coverage animasiyası, SpaceX var. Bunlar konseptlərimizdə bizim bu sahədə əsas konseptlər bunlardır. Ay bazası, Mars bazası bunlar haqqında məlumat verəcəm. İndi tez bitirim bunu. Kosmik sənayinin gizli qəhrəmanları. Gizli qəhrəmanları deyəndə ki, bunlar SpaceX-in Rocket Lab-də minlərlə bunun içində fərqli komponentlər var. Bunları istehsal edir. Motorlar da, aviyoniklər də, sensorlar da. Yox, amma əslində yox. Əslində bu raketin içində minlərlə fərqli komponentlər, bunları fərqli şirkətlər istehsal edir. Onu demək istəyir. Və bunların çoxunu başqa şirkətlər istehsal edir. Onların çoxu bilinmir. Bu şirkətlər Space Gold Rush zamanı kürək satanlar kimidir. Yəni Space Gold Rush deyəndə Amerikada qızıl qazıntıları aparırlar əvvəllər 18-ci əsrdə. O vaxtı yəni kürək bel satanlar qazandı da əsas. Çünki onlar alət satırdılar deyə əsas zənginliyi onlar qazandı. Page istehsal edən şirkətlər Planet Labs. Bunun haqqında məlumat verək. Əsas işi yer kürəsini görüntüləyən peyçlər, Planet Labs. Müştərilər kimlərdir? Kənd təsərrüfatı, hərbi analiz, iqlim izləmə, dövlətlər. Bu SpaceX-in, Planet Lab-in peyçləri elə xırda tez istehsal olunandır ki, onlar minlərlə peyç yollaya bilər və hər daimdə 20 fasiləsiz bütün yerləri, istənilən yeri izləyə bilir. Yüksək ölçəkli kameralarla izləyir. Plus başqa cür necə deyim, istiliyi ölçən kameralarla da iqlimi izləyir. Digər hər şeyi izlədiyi üçün bu gəlir modeli çox yüksəkdir əslində Planet Lab-ın, çox potensialı var. Sadəcə bunu oturtmaq lazımdır. Bunun rəqibləri də var Planet Lab-ın. Ona görə də hansı yanı qabağa çıxdı, bir də qiyməti aşağıdırsa, ona yatırım eləmək lazımdır və dövlət kontraktları. Yəni mən özümü deyirəm də, belə vizyonumu fikirləşirəm ki, dövlət kontraktları əsasdır. Dövlət kontraktı elədir ki, dövlət kontraktı onu gəlirsiz qoymur. Amma normalda dövlət kontraktı olmayanda özəl şirkətlərdən pasiyanlı gəlir müqavilə kontrakt olmalıdır ki, o gəlir axsın həmin şirkətə. Dediyimiz kimi fəaliyyət sahəsi kənd təsərrüfatı, hərbi analizdir, iqlim izləmədir, dövlətlərdir. Space artificial, yəni süni intellekt dövründə data çox vacibdir. Planet Lab əslində Space Data Company sayılır. Bəli. Bunun rəqibi arasında Black Sky var. Real time page görüntüləri verir bu da. Əsas fokusu hərbi intelligens, geopolitik analizlərdir, müdafiədir. Müharibə və geopolitik risk artdıqca demand arta bilər. Bunların riskləri, müharibə, geopolitik risklər artdıqca bunlarda gəlir yüksəlir. Qiyməti qalxır.
Satologic daha ucuz Earth observation, yəni yer müşahidəsi edir, modeli qurmağa çalışır, risklidir, amma əgər scale edə bilsə böyük potensialı var. Black Sky deyil. Yox, Satologic ayrı şirkətdir. Terrant Orbital var, pech istehsalına fokuslanıb. Əsas üstünlüyü defans kontraktları ABŞ hökuməti ilə işdir. Səhv eləmirəmsə Terrant Orbital bir dənə baxaq. 3D şəkildə pechlər istehsal etməlidir mən bildiyim. Yəni baxaq. Ola bilər səhv fikirləşirəm. Gördüyünüz kimi burada pechlər istehsal edir. 3D şəklində. Ola bilər səhv saldım bunu. Hansısa səhim var, o 3D aparatlar şəklində birbaşa qəlib şəklində pechlər istehsal edir. Biz tez bunu bitirək. Deməli, sonra roket hissələri və mühərrik istehsalçıları. Çünki insanların çoxu SpaceX hər şeyi özü edir deyə düşünür. Amma ayrıca raket şirkətləri var. Bunlar da istehsal edirlər. Amma yenilik, yəni bu işi çıxaran, işi görən lazımdır. Bunlar ona görə SpaceX, Rocket Lab kimi şirkətlər əsas hype yaşayır. Əsas böyüməni yaşayır. Amma bu şirkətlər olmasa, bu istehsal edən şirkətlər, onlar da yəqin ki, komponentlər verən şirkətlər olmasa, onlar da böyüyə bilməzlər. Bunları da diqqətdə saxlamaq lazımdır. Deməli, Aerojet Rocket deyən şirkəti var. ABŞ-ın ən məşhur roket engine şirkətlərindən biridir. İstehsal edir. Raket mühərrikləri, hypersonik sistemlər, muscle propulsion yəni. Bir çox ABŞ müdafiə proqramında iştirak edirlər. Ursa Major var, yeni nəsil raket engine startupıdır. Ucuz və sürətli mühərriklər istehsal edir. Əgər gələcəkdə launch sayı partlayarsa, belə şirkətlər çox vacib ola bilər. Bəli. İstehsaldır. Məsələn, burada bir Redwire var. Bu da solar panellər, sensorlar, hardwarelər istehsal edir. Bir çox investor bunu SpaceX Infrastructure Company kimi götürür. Reddit investorlar arasında tez-tez qeyd olunur. Redditdə də siz izləyə bilərsiniz. Orada geniş müzakirələr var. Deməli, Space, internet və kommunikasyon şirkətləri bunu bildik. Asteris Mobile ilə Starlink-dir. Bir də Amazon Leo var. O da Iridium Communication var. Bunlar da internet, hava internet olacaq. Globalstar var. Globalstar köhnə şirkətdir, Satellite Communication şirkətdir. Bu birbaşa Apple-dan daha çox əməkdaşlığı var. Deməli, sizin ən vacib trendlər nədir? Ən vacib trendlər isə deyil, raketdir, pechdir, softwaredir, launchdır, datadır. Yəni data lazımdır. Launch niyə lazımdır? Raket çıxmalıdır ora. Software onun proqram təminatıdır. Sonra süni intellekt onun beynidir, yəni onu idarə edəndir. Bunlar orada bir ekosistem qurulacaqsa, bunlar vacibdir. Bu səhmlərə yəni investing etmək olar. Bunun haqqında məlumat verdik. Orbital Data Centers. Bu. Deməli, gələcəyin böyük trendi ola bilər nə? Orbital Data Centers. Şirkətlər gələcəkdə süni intellekt serverlərini kosmosa çıxarmağı düşünür. Süni intellektləri kosmosa çıxarmağı düşünür. Səbəb limitsiz günəş enerjisidir. Enerji oradan pastayan olacaq. Cooling problemi az olacaq. Yəni ki, data centerlər işlədikcə istilik yayılır. İstiliyi çox yüksək səviyyədə olur. Bu da həmin o prosesorları, GPU-ları daha çox necə deyim sizə, tez sıradan çıxmasına səbəb olur. İstilik artdıqca işləyişi azalır da bunun, yanır və yaxud sıradan çıxır. Onun üçün soyutma problemi yaranır. Onun üçün soyutmalar lazımdır. Global data transferlər olacaqdır yəni burada. Çünki oradan məlumatı yerə ötürəcəklər. Yəqin ki, lazerlə ötürüləcək bu kosmosdan məlumatlar yerə. Bu sahədə SpaceX, Nvidia, Google kimi adlar müzakirə olunur. SpaceX əlbəttə çoxdan bu Elon Musk'ın vizyonlarından, proyektlərindən biri idi. Nvidia da bu sahədə, həm də robot texnika sahəsində yeniliklər edir. Nvidia bu sahə çox vacibdir. Çünki Nvidia'nın GPU-ları satılır. Əgər bu cooling problemi davam edərsə, yəni çünki GPU-lara tələb çox artır, yəni prosesorlara tələb artır. Bunu həll eləmək üçün özü birbaşa həmin o
sahəyə girir, özü də kosmosda data centerlər açmaq. Öz gələcəyi üçün edir, yəni bunu Nvidia. Nvidia çox şahanə şirkətdir. Onun üçün Nvidia həmişə diqqət mərkəzində saxlamaq lazımdır. Deməli, insanlar kosmos deyəndə Marsı düşünür. Amma Wall Street kosmos deyəndə milyardlarla dollar data, müdafiə, süni intellekt və internet bazasını düşünür. Sual artıq kosmosa gedəcəyikmi deyil. Sual budur. Bu yeni iqtisadiyyatda ən böyük qazanan şirkətlər hansılar olacaq? Bu yeni iqtisadiyyatda ən böyük qazanan şirkətlər bir neçə olacaq. Çünki elə bir sahədir ki, böyük şirkətlər, məsələn Google, Nvidia, Microsoft-dur, sonra Meta-dır. Bunların əlinin altında o qədər investisiya, valyuta var ki, bunlar birbaşa öz sahələri insanlaşdırırlar, təkəl eləyirlər. Ona görə bu şirkətlər belə davam eləyəcək. Sadəcə yenilik eləyən bir şirkət çıxsa ortada, bəlkə hə, o nəsə bunların necə deyimsə öz yerlərini sarsıda bilər, amma o da mümkün deyil o qədər. Çünki yeni nə şirkət yarandısa, startup oldusa, bu şirkətlər, bu dediyimiz 7 böyük Mag7 deyirlər də buna. 7 böyük şirkət həmin o səhmlərə, startuplara investisiya edir. Onların bir hissəsini alır. Ona görə də bunlar yəni çox böyüyəcək. Bu şirkətlər gələcəkdə çox qlobal mega şirkətlər olacaqlar. Bu artıq bir neçə bir şirkətin kapitalizasiyası elə dövlətlər onların kapitalizasiyasından çoxdur. Məsəl üçün 5 trilyon dollarlıq dəyəri var Nvidia-nın. Azərbaycan büdcəsi neçədir? 30 milyard, 40 milyard. Bizim kimi neçə dənə ölkə var. Bizdən məsələn təkcə Nvidia-nın dəyəri bəlkə də Afrikanın bütün ölkələrin müdaxilə məhsulundan, büdcəsindən böyükdür. Deməli, burada haqqında məlumat verdim. İndi sayta girək. Birdən əsas baş hissəyə gedək. Kosmosa niyə investisiya edim? Bu məlumatlar sizə verdiyim, yəni kosmosun gələcək perspektivləri, fürsətlərini sizə dedim. Data centerlardır, sonra page istehsalıdır, ay missiyalardır, Mars missiyalardır, internetdir, havadan internetdir, sonra süni intellekt enerji məsələsidir. Deməli, çünki kosmosun yer kürəsinin ətrafında elə bir enerji yaratmaq olar ki, stansiyaları. Bunlar yer kürəsinə fasiləsiz təmiz enerji göndərə bilərlər. Yəni çox böyük fürsətləri var kosmosun. Plus da ulduzlar arası səyahət var, gələcəyi bunun və yaxud asteroidlər, kometlər, bunların hamısında milyonlarla dollar dəyərində metallar və yaxud başqa materiallar tərkibində var. Onları yer kürəsinə gətirmək olar, araşdırmalar, bunların elmi gələcəyi, yəni çox böyük bir zənginlik var. Hamısı da elmindir. Elmin içində necə deyim sizə, data centerlardır, süni intellektdir, bunları inkişaf etdirmək lazımdır, ancaq ehtiyatlı etdirmək lazımdır. Çünki süni intellekt yəni öz başına buraxılacaq bir texnologiya deyil. SpaceX IPO-su yaxınlaşır. Bu IPO bazara böyük təsir edəcək. Artıq kosmos iqtisadiyyatı böyüyür, yəni uşaqlıq dövrünü keçirdir, gəncliyə keçir. Necə data centerlar, məsəl üçün GPU-lar, necə Nvidia, Intel, AMD, Micron olsun, bunlar necə böyüdüsə, neçə milyon dollarlıq şirkətlər olursa, artıq raket şirkətləri də çox böyüyə bilər və raket şirkətlərinin içində də balaca səhmlər var. Onlara da indidən investing etmək olar. Risklər nədir? Risklər odur ki, hər şeydə yəni risk var. Əsas risk odur ki, bunlar kosmosdadır. Kosmos çətin yerdir. Çətin olduğu üçün, məsəl üçün, hər hansı bir günəş fırtınası kosmosdakı bütün texnologiyanı, avadanlığı sıradan çıxara bilər. Hər hansı bir maqnit dalğası olsun və yaxud digər bir kosmik fövqəladə hadisə baş versin və yaxud raketlərdən biri partlasın, bir neçəsi partlasın, bir yeri infrastrukturu dağıtsın. Bunlar investingə çox böyük təsir edir. Yəni səhmlər birbaşa çox düşə bilər və həmin o partlayan və dağılmış infrastrukturu yeniləmək yerin kürəsində olduğu kimi sürətli baş vermir. Bu kosmosdadır, çətindir, orada hələ biz texnologiyamız çox zəifdir. Təzə NASA Aya
necə deyim, astronotları yolladı 4 nəfəri. Ayın ətrafında elə fırlandılar, qayıtdılar. Yəni çətin sahədir. Orada gəliri də həm bir raketin istehsalı neçə milyon dollardır, bir astronotu ora yollamaq. Texnologiya çətindir, amma riskdir də. Yəni sən bunu eləsən, sən gərək kosmosa investisiya edirsənsə, buna dözə biləsən. Psixoloji səviyyən belə olar ki, mənim pulum düşdü, qalxdı və yaxud hər dəfə izləyəsən, yəni alıb qoymayasan qırağa. Çünki bu Coca-Cola deyil və yaxud Pepsi deyil. Bunlar yemək, içmək səhmləri, restoran səhmləri biznesi deyil. Bunlar insan pastiyanla çünki yeməli, içməli, öz tələbatlarını ödəməlidir. Bu elə bir sahədir ki, bu çox risklidir. Yəni bunu həmişə izləməlisən. Yəni alıb unutmaq sahəsi deyil. Hə, riskləri belədir. Yəni riskləri çoxdur, riskləri çətindir. Amma uğurları da çox möhtəşəm gələcəyi var bu işin. Həm insanlıq üçün insanı bir yuxarı səviyyəyə çıxara bilər biz insanlığı. Məsəl üçün ayda bir koloniya və yaxud Marsda bir ikinci bir planetimiz olsa, fikirləşin ki, hər hansı bir planeti biz yer kürəsinə oxşadırıq, yaşanılası vəziyyətə salırıq. Robotlar özləri biz olmadan göndəririk. Hər hansı planetlərə orada araşdırma edirlər, infrastruktur tikirlər, evlər tikirlər, oranın təbiətini, insan yaşanılası vəziyyətə gətirirlər. Çox böyük uğurlar olar. Yenə də insan gərək həmişə özünü inkişaf elətdirə, elmi inkişaf elətdirə, inhisarçılığa yol verməyə də bu fürsətləri yarada. Çünki inhisarçılıq oldu, inkişaf olmur. İndi saytlarda sizə məlumat verirəm. Deməli, birinci SpaceX-in saytına giririk. Gördüyünüz kimi bu Starlink raketidir. Bunun hardasa hər məsəl üçün ayda deyəsən bir dəfə bunun fırlatma, buraxılış, launch fırlatma dənəmələri olur da, partlayır, təzədən yenidən hazırlayırlar, göndərirlər. Çünki hər dəfə bunu yeniləyirlər. Nə problem oldu, yenidən bunun istehsal edirlər. Burada bu sizə dedim Falcon 9 raketlər haqqında qısa məlumat vereyim. Bunlar texniki sahələrdir, amma yenə də bunun yəni sənin səhm almağa da təsir edir. Sən bunu yaxşı fikirləşsən, çünki sən bilirsən ki, bu çox yük daşıyır, bunun rəqibi yoxdur. Bunun yeniliyi, yeni texnoloji, məsələn, raket istehsal edir, o daha yaxşı yük daşıyacaq, bunun gəlirinə təsir edəcək. Bunun komponentləri nədir, hansı yanacaqla qalxır, bunları yəni bilmək lazımdır. Mən özümü deyim. Məsələn, Falcon 9 70 metr hündürlüyündədir, diametri 3.7-dir, massası, yəni bunun qalxış anında vəziyyəti, yəni kütləsi 550 ton, 549 min kiloqramdır, 550 tondur. Bu özü ilə bir yerdə, yanacaqla bir yerdə bunun kütləsidir də. Qaldırdığı yük isə payload to Leo. Qaldırdığı yük isə 23 tonda təqribən. 23 ton yük qaldıra bilir bu Falcon 9 raketi. Falcon 9 raketi orta təbəqəli raketdir. Orta ağır gedir bu. Deməli, sonra nədir? Mars, bunları nə demək istəyir? Marsa, yük. Marsa 4000 kiloqramlıq yük daşımağa fikirləşirlər. Bu raketlə daşıya bilərlər, amma Marsa hələ o sürətli motorumuz yoxdur bizim. Marsa gedib çata. Yük. Bu ola bilər ki, bu başlıq yüküdür. Başlıq hissədə olan yükün ağırlığıdır bu hissə. Bu hissə. Sonra. Yəni, belə texniki məndə elə çox məlumatım yoxdur. Araşdırıram mən də. Sonra Dragon başlıq hissədir. Bunu göstərim sizə. Bu isə astronotlar. Burada həm astronotlar vasitəsilə burada yəni saxlanılır raketin içində. Həm də burada yüklər daşınır bu hissədə. Burada gördüyünüz kimi nə qədər yük çıxarda bildiyi içəridəki 37 kvadrat metriyə içəridə otağın elə bir ərazisidir də. Burada insanlar qalır. Deməli, bunlar burada neçə dənə missiya yerinə yetirib, onlar haqqında məlumat verir. Sizə göstərdim. Falcon 9 gördünüz nə qədər missiya yerinə yetirib. 642. Sonra Starship-də sonuncu raket olacaq bunun. Yəni hələ ki də yəni bunu üstündə test mərhələsindədir. İnşallah bu
uğurlu olsa bundan Mars və Ay görevləri edəcəklər, missiyalar ediləcək. Gördüyünüz kimi çox böyük, 124 metr uzunluğu olacaq. Raketin diametri 9 metr olacaq. Kapasitede 100 tondan çox özü ilə güc qaldıra biləcək bu raket. O əsas özü raketin 52 metrdir. O yanacaqla bir yerdə olan. Hündürlüyü, uzunluğu da onun. Deməli. Burada yanacaq növü də, motor haqqında da məlumat var. İstəsəz özünüz də girib baxa bilərsiniz. Araşdırmaq yaxşıdır. Yəni bu haqqda məlumatı olmağı çox yaxşıdır. Burada Starlink'i sizə göstərdim. Starlink peşdən internet vasitəsilə internet təmin edir yer kürəsinə. Aylıq qiymətləri var. Aparatını alırsınız bir dəfəlik, həyətə qoşursunuz və yaxud öz evinizin tam hissəsinə yerləşdirirsiniz. Fasiləsiz internet verirsiniz. Yüksək sürətli. Gördüyünüz kimi burada qiymətlər də qeyd olunub, sürətlər də qeyd olunub. Yəni, gələcək bu olacaq. İnternetin özünün əli altında olacaq. Çox azadlıqdır. İstədiyin yerdə aparırsan, interneti qoşursan, belə bir aparatdır, çanaq kimi. Bizim köhnə uşaqlar bilərlər, o vaxt çanaqlarla qoşulurdu televizorlara. Onun kimi bir qəbul edicisi var da bunda. Deməli, gördüyünüz kimi bu şəkildə. Gələcəyin interneti. Bundan sonra inşallah başqa bir sahə haqqında da məlumat verəcəm sizə. Onun gələcəyi haqqında da. Uçan taksilər, uçan maşınlar haqqında. Maşınlar deyəndə ki, uçan dronlar, yəni insan daşıyan dronlar. Onlar haqqında məlumat verəcəm. O sahə də çox böyüyəcək. İnşallah izləyərsiniz. Növbəti videolarda olacaq. Bu Rocket Lab şirkətidir. Mənim investor olduğum. Onun da özünün raketləri var. Elektron raketi. Yəni, onun istehsalı aşamasındadır hələ ki. Balaca raketinin amma elə çox yük götürmə qabiliyyəti yoxdur. Deməli, elektron raketindən baxaq, balaca raketin. Bunda gördüyünüz kimi launchları çoxdur. Gördüyünüz Reusable Capable Small Launch deyir. Yəni, bu da yenidən istifadəyə yararlı raketdir, amma bir hissəsi də, məsəl üçün, kosmosa çıxır, yükü daşıyır, ondan sonra təzədən yer atmosferinə daxil olur, paraşütlərlə bir yerdə birlikdə dənizə düşür. Təzədən hərdən həmin o komponenti götürürlər, o hissəni. Onu yenidən istifadə edə bilirlər. Amma birbaşa SpaceX kimi yaxınlaşıb özü qoşula bilmir də, qayıda bilmir. İndi SpaceX-i göstərəcəm sizə, bu şəkildə. SpaceX bu şəkildə qayıdır bu şəkildə. Bu şəkildə qayıdır SpaceX. Yəni, baxım, SpaceX-in Falcon 9 raketi. Bizə dəqiqə. SpaceX-in özünün Mars missiyası var. Starlink bu şəkildə qayıdır. Qayıdır, təzədən qoşulur bu aparata. Bu gördüyünüz kimi, gördünüz. Bu şəkildə qayıdır. Çox, yəni, inqilabi bir texnologiyadır bu, yenilikdir. Ona görə SpaceX qabaqdadır. Bu da Elon Musk'ın yenilikçi, inqilabi, öndər elə bir, yəni bir şey yaradan, devrim yaradan düşlər deməli. O sahədə yenilik eləyirsənsə, birbaşa pul sənə axır da. Ondan sonraki, məsəl üçün, bunun elə bir patentini alır bu texnologiyaların. Onu təşkilləmək çətindir. Kimsə eləmək istəyirsə, bundan gərək patent pul ödəyirlər. Bu da gəlirini artırır həmin şirkətin. Bu şəkildə olur. Rocket Lab-ə təzədən qayıdaq. Rocket Lab bu raketi ilə hal-hazırda buraxılış edir. Bu raketi 18 metr hündürlüyündədir. Diametri 1.2-dir. Balacadır. 13 tonluq bunun qalxış kütləsi var. Deməli, 300 kiloqramlıqdan yük daşıya bilir. Yəni, çox aşağıdır. Amma nötron raketi orta təbəqəli raketdir. Bu, gördüyünüz kimi, görünüşü də Starship raketinə oxşur SpaceX-in. Bu şəkildədir. Bu, tam yenidən buraxılış edilə biləcək raket olacaq. Yəni, Falcon 9 kimi. Bunu təzədən qaytarıb, yenidən göndərə biləcəklər kosmosa. Bu, biraz böyük raketdir. 43 metr hündürlüyü var, 7 metr diametri var. Sonra 13
ton yük daşıya biləcək bu birbaşa. Qalxış anındakı ağırlığı da 480 ton olacaq. Bu əgər uğurlu olsa bu raket Rocket Lab'ın qiymətini 200-300 dollardan artıq edə bilər. Çünki başqa bir raket hal-hazırda bu sahədə fəaliyyət göstərmir SpaceX-dən başqa. Özü motor istehsal edir, komponentlər istehsal edir. Yəni girib özünüz də bu Rocket Lab'ın, SpaceX-in saytlarını incələməniz daha yaxşı olar. Burada qiymət haqqında, investorlar haqqında, qiymət haqqında məlumat verilir. Gördüyünüz kimi 143 dollar da lazımdır. Öz proyektləri haqqında məlumat verilir. Sonra Blue Origin var. Blue Origin Jeff Bezos'un şirkətidir. Bu da SpaceX-ə, Rocket Lab-ə rəqibdir, amma bu geridə qalır hələ ki. Çünki SpaceX və Rocket Lab-ın işləyən raketləri var. Sadəcə Blue Origin də potensial rəqibdir. Çünki Amazonun qurucusunun şirkətidir və bunun investisiya qaynağı çoxdur da. Bu nə qədər də raketi yandırsa, partlatsa da istehsal eləyir. Çünki əlin altında investisiya çoxdur və uğur qazanacaq gec-tez. Ondan sonra da böyük bir oyuncu olacaq. Sadəcə bu Blue Origin Amazon tərkibindədir. Bu IPO-ya çıxıb, yəni çıxmayıb hələ ki. Alqı-satqı obyekti deyil. Onun üçün biz buna investisiya edə bilmirik. Amma birbaşa edə bilməsək belə Amazonu ala bilərik. Amazonun içindədir, Amazon investisiya edə bilərik. Və yaxud elə page şirkətləri var ki, onlara investisiya etmək olmur. Bu zamanda biz ETF-lərə investisiya edə bilərik. ETF-lərin içində bir neçə page şirkətinin səhmləri olur. Onlar elə bir bazara çıxmayan şirkətlərin də səhmləri içində olur. Siz onu almaqla, məsələn 50 dollar, 60 dollar ETF-lər var. Page, birbaşa Space ETF-lərdir. Məsəl üçün burada yazırıq Space ETF. Bunlar çıxırlar. Hansılar Space ETF-ləri var. Şimdi oxuyaq ETFs. Özü də araşdırma edəndə belə ETF-ləri ala bilərsiniz. ETF-in tərkibində bir neçə şirkət olur. Məsəl üçün individual maşın. Aha. Bir dəqiqə. Tapdım. Bu ETF-i ala bilərsiniz. UFO-dadır. Sonra ARK Space Defense Innovative ETF-ni ala bilərsiniz. Bu da Gettywood'un şirkətinin ETF-idir. Bunu ala bilərsiniz. Sonra iShares var. Defense ETF bunu ala bilərsiniz. İçində hansı səhmlər varsa, onlar haqqında məlumat verir. Saytına girib özünüz baxa bilərsiniz. Yəni sən birini pulun çatmırsa, deyək ki, biri 300 dollar, biri 500 dollardırsa, belə raket şirkətlər varsa, sən birbaşa ETF-ni ala bilərsən. ETF daha az olur, qalxanda daha çox qalxır. Amma pulun varsa, xırda-xırda, parça-parçada böyük şirkətlərdən almaq olar. Sadəcə bunlar hələ dividend ödəmirlər, tam gəliri deyirlər, onun görə riski oradan. Deməli, Rocket Lab haqqında da məlumat verdik. Rocket Lab'ın nötron raketi verdik. Nötron raketi gələcəyin raketi olacaq. Sonra SpaceX Rocket Lab, sonra bir saniyə haqqında məlumat verək. Terran Orbital, indi onun haqqında deyəcəm. Blue Origin Intuitive Machine. Intuitive Machine Məkin deyil, olmur. Bu da çox aşağı qiymətli səhmi idi. Gördüyünüz kimi bu kosmos page'ləri, onlar üçün komponentlər istehsal edir, onun rabitəsini yaradır, NASA ilə əlaqəli dövlət kontraktları var. Bu da çox perspektivli şirkətdir fikrimcə. Özü haqqında saytında məlumatlarını verir, öz proyektləri, istehsalları. Bu Aya görə bildiyiniz kimi məlumat verdim. Aya yeniş edən ilk özəl şirkətdir. Sonra investorlar hissəsinə baxaq. Bunun qiyməti haqqında məlumat əldə edək. Qiyməti haqqında məlumat var. 43 dollardır. Gördünüz, bunun qiyməti digərlərindən aşağıdır. Bunun gələcəyi parlaq. Intuitive Machine haqqında məlumat verir. İndi Planet Lab haqqında məlumat verir. Planet Lab da gördüyünüz kimi bu şəkildə bunun page'ləri var, xırda-xırda. Yüksək
çözünürlük deyilir tuşlar. Biz necə deyirik? Yüksək resolution şəkillər verir. Yer kürəsinin şəkillərini, videolarını çəkir, göndərir. Çox böyük bazardır əslində. Həm iqlim üçün, həm müdafiə sənayesi üçün. Çünki yer kürəsində iqlim onsuz neçə min ildən bir dəyişir. Fəlakətlərin qarşısını almağa çox böyük potensial var bu şirkətində. Buradan girib haqqında məlumat əldə edə bilərsiniz. Deməli, bu qədər mən sizlərlə hamısı haqqında məlumat verməyə çalışdım. Bu sahə haqqında riskləri və gəlirləri haqqında fürsətləri haqqında məlumat verməyə çalışdım. Çox fürsətli sahədir bu sahə. Amma riski də yüksəkdir. Sizə uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı oldu. Çünki bunun dəqiqəsi çox olur, 1 saata keçir. Hər şeyi izah edə bilmirəm. Mən istədim burada qrafik şəklində də göstərim, qısa bir şəkildə göstərim qiymətlər haqqında. Sizə qiymətlər haqqında da məlumat vermək istəyirəm. Gördüyünüz Rocket Lab'in qiyməti 143 dollardadır hal-hazırda. Amma günlükdə baxdıqda isə bu 12 iyun SpaceX IPO-suna qədər bu hissəyə qalxa bilər fikrimcə. Öz fikrimi deyirəm. Mən investisiya etmişdim onun üstünə. Və il sonuna qədər əgər buradan bir düzəltmə də ola bilər. 12 gündən sonra buralara qayıda bilər. 114 dollara, 115 dollara, 120 dollara bu hissələrə qayıda bilər. Sonra digərləri də onun kimi. Yəni birbaşa siz SpaceX IPO-sundan sonra həmin qiymət qalxanda girib almayın. Alsanız ziyanda olasınız. Alsanız da bir dənə, 2 dənə alın. Pulu satılsa və yaxud 100 dollar, 200 dollar investisiya edə bilərsiniz. Mən özüm elə fikirləşirəm də, elə edirəm. Yəni riskinizi azaltmaq üçün demirəm, gedin birbaşa eləyin. Almaq fikriniz varsa elə edin. Sonra qiymət düşəndə təzədən aşağıdan alırsan, qiyməti balanslaşdırırsan və baha olmur da, əlində ziyanla qalmır, xeyirlə qalır. Qrafik haqqında, TradingView haqqında da məlumat verəcəm sizə. Bunu necə oxumaq, necə bilmək lazımdır. İndi sadəcə səhmlər haqqında qısa məlumat verdim. Lunar səhmin də qiyməti çox böyük deyil. Gördüyünüz kimi azdır. Məsələn, Planet Lab da qəşəng səhmdir. Bu da bu Lunardan da yuxarıdadır. Bu gəlir modeli daha çoxdur deyə. Hər kəsə təşəkkür edirəm. Məni izlədiyi üçün zəhmət olmasa abunə olun, like atın, kommentləri fikrinizi bildirin. ABB-nin o investisiya alış-satış haqqında da qısa bir short videosu və yaxud da qısa bir video çəkəcəm. Vaxt eləyə bilmirəm, çünki mən trading də eləyirəm. Ona görə vaxtım çox olmur. Mənim izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda sizlə görüşmək istəyirəm. Çox sağ olun.